Əlişir Nəvai adına daşıyan Dövlət Universitetinin fəxri professoru, Özbəkistan Respublikası Beynəlxalq Ədəbiyyat, Sənət, İctimai Fənlər Akademiyasının fəxri akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, Türk Dünyası Onur və Altın Yıldız medalı, Humay Milli mükafatı laureatı, Qırğızistan Respublikası Çingiz Aytmatov adına medal sahibi, Qırğızistan Təhsil Nazirliyinin Altın Qələm mükafatı laureatı, Vektor Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, Azərbaycan Türkiyə Yazıçılar Birliyinin üzvü, Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü Xuraman Muradovanın Vətən Eşqi, Turan Sevgisi kitabının Özbəkistanda Daşkənd Dövlət Milli Kitabxanasında və Nizami Gəncəvi adına Dövlət Universitetində təqdimat mərasimi keçirilib. Mərasimdə Özbəkistan Yazıçılar Birliyinin, Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin, Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, qardaş ölkənin çoxlu sayda ziyalıları iştirak edib. Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, Akif Marifli, Qeyrət Məcid, Özbəkistan Milli Məclisinin deputatı Jamila Şirmuxammədova, Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin professoru Nurbay Cabbarov, kitabın tərcüməçisi Özbəkistanın tanınmış şairi Kərim Bəhriyev, Özbəkistan Tarixi Dövlət Televiziyasının rəhbəri Şuhrat Hayitov, Özbəkistan Dövlət Universitetinin Füzuli Mərkəzinin direktoru Gülbahar xanım Aşurova çıxış edərək müəllifə yaradıcılıq uğurları arzuladılar. Qırğız Respublikası demek bilim varlığı. Demek Çingiz Aytmatov altın kalem taş belgili demek önemli bir köprü insanları kararı neyden olduğunu yönetim olarak geldi. Kırılma hangi neyden olduğunu Ustadımızın hepini ilgasına karşı tutmaya da geliyor. Ondan burada kalmış değil mi? Olur. Yok hayır. Sizin yolculuğuna düşmez veresi. Muazzam sayfam adelanları. Doğru mu lazım lan? Mübarek olsun. Çok minnətdaram. Çox sağ olun. Hörmətli xanımlar və cənablar, hörmətli cənab səfirimiz Hüseyn müəllim, əziz və doğma Özbəkistanımın dəyərli ziyalıları, hər birinizi mərhəmətli, əziz Allahın adı ilə salamlayıram. Öz doğma vətənim kimi əziz bildiyim, şəninə şeirlər həsr etdiyim qardaş Özbəkistanda sizləri salamlamaq nə qədər gözəl duyğudur. Mən bugün sizlərə can Azərbaycandan, Azərbaycanın döyünən ürəyi Qarabağdan salamlar gətirmişəm. Mənim əzizlərim, ədəbiyyat həm də könül bağıdır. Yazdığımız şeirlər, nəğmələr minlərlə kilometr sərhədləri aşıb könül səsimiz kimi sizlərə yetişib. Bu doğmalığı yaradan uca Allaha həmd olsun. Dəyərli ziyalılar, biz Nizami Gəncəvini, Nəsimini, Füzulini necə oxumuşuqsa, Əlişir Nəvai yaradıcılığını da eyni məhəbbətlə sevirik. Bugün mənim üçün böyük qürur və fəxrdir ki, Vətən Eşqi Turan Sevgisi kitabımın Özbəkistanda akademik nəşri olundu. Ədəbiyyatlarımız arasında mənəvi körpü quran Özbəkistan Yazıçılar Birliyinin başqanı çox hörmətli Siracəddin Seyid bəyə, Azərbaycan Özbəkistan Birliyi üçün çalışan hər kəsə can sağlığı arzulayıram. Bir məqamı xüsusi qeyd etməliyəm ki, Özbəkistanın hörmətli prezidenti Şavkat Mirzəyev Azərbaycanda səfərdə olanda Cənab Ali Başkomandan mühtərəm prezidentimiz İlham Əliyevlə birlikdə azad olunmuş Qarabağımızda səfər etmişdilər və Azərbaycanın Füzuli rayonunda ilk məktəbi Mirzə Uluqbəy adına açılması ölkəmizlər arasında dostluq və qardaşlığın bariz nümunəsidir. Bu birliyimizi, bu qardaşlığımızı əsrlərə söykənən şərəfli tarixi var və illər və keçdikcə bu qardaşlıq doğmalıq daha da dərinləşəcək. Yenilməz Türk ruhu, Türk'ün qeyrəti, tarixin bağrından qopub gəldik biz. Bu torpaq uğruna
axıdıb can verərək öldük biz. Yüksəldərək yurdun hür bayrağını, duyduq azadlığın şirin dadını. Çıxdıq savaşlardan alnımız açıq, yaydıq bu dünyaya Türkün adını. Əsrlərlə ayrı düşsək də bizlər, tariximiz eyni, dilimiz bir-bir. Bir ağacın mollarıyıq biz türklər, qönçəmiz də birdir, gülümüz birdir. Dünyanın hər bir yerinə yayılıbdır türk adınız. Turan ellərindən gəlir qardaşlaşan xoş sədanız. Ta qədimdən dost olubdur Azərbaycan, Özbəkistan. Qoruyacaq bu dostluğu sizin tək rəhbərlər hər an. Ay ana, sənsizlik sıxır qəlbimi, yenə yollarına dikilib gözüm. Həsrətin qəlbimi elə göynədir, dilimdə bir anlıq dolaşır sözüm. Yoxluğun buz kimi üşüdür məni, sanki baharında qışa dönmüşəm. Sızlayır qəlbimin sən olan yeri, ay ana, ümidi göyərmiş daşa dönmüşəm. Unuda bilmirəm sənli günləri, ana, varlığımın nişanəsisən. Gözümdə həsrətim elə qalıbdır, ay ana, eşqimin pərvanəsisən. Kəş körpən olaydı, ana, ay ana. O şirin laylanı duyaydım yenə, yaşayıb doyunca sənli illəri, o cənnət ətrini alaydım yenə. Yağır ürəyimə həsrət yağışın. Anasız qəlbimin evi islanır, boyatır içimdə sənli arzular. Ümidim, xəyalım, ot tutub, yanır. Bizi tərk eyləyib getdiyin gündən, bağçamız, bağımız, qardı, ana. Sənin yaşadığın fəsillər, illər, özün tək yaz idi, bahardı, ana. Əmir Teymurun hər izi tarixinə bir yaraşıq, yanır ulduzların kimi hər tərəfində gür işıq. Buxaram, Xarezmim mənim, sən də mənim vətənim. Türkümün ərən nişanı hər məbədin ocağıdır. İbadət, ibrət sarayın, haqq ədalət bucağıdır. Andincan kokandım mənim, sən də mənim vətənim. Qanla yuyan dərdimizi bir ağlayıb bir bölmüşük. Bir ananın evladı tək bir qucaqda böyümüşük. Namanqan Fərqanam mənim, sən də mənim vətənim. Azərbaycanım yazıbdır şanlı zəfər tarixini. Sən də yayacaq dünyaya Turan adlı haqq səsini. Qarakalpak, Qaşqədəryam, məni hər an duyan kəsim, sən də mənim vətənim. Yaransın Turan elləri, səndə ey gözəl məkanım. Minarələrdən ucalsın ərşə mübarək azanın. Dualarla salamlayır səni qızın Xuramanın. Surxan dəryam, Səmərqəndim, sən də mənim vətənim, siz də mənim vətənim. Basıb köksümə yazı, qışı da yaz biləcəm. Günəş doğduğu yerdə gözləyərsən, gələcəm. Saxlayaq görüşməyin vaxtını, vədəsini. Hələ biraz dinləyək həsrətin nəğməsini. Həsrət baxarsan o uzanan yollara, açılacaq qolların hələ çox nağıllara. Xatırlayarsan məni gecə yağmur yağanda, axtararsan ara bir ürəyin sıxılanda. Gələcəyəm gözləsən bir yağmurlu səhərdə, bir quş qəmli oxuyur günəş batdığı yerdə. Günəş doğur deyəsən, sakitcə yağır yağış. Söz vermişdim, gəlirəm, həsrəti geri çağır. Sənə məktub yazacağım. Sənə məktub yazacağım. Yağışın yağmasından, günəşin doğmasından, küləyin əsməsindən, nə bilim daha nədən. Yazılası çox şey var, amma yazmayacağım mən sənə olan sevgimdən. Sənə məktub yazacağım, səndən uzaq yerlərdən. Hər sətir bir xatirə, sənsiz keçən günlərdən. Amma yazmayacağım mən sənə olan sevgimdən. Sənə məktub yazacağım,
xatirəmdəki izdən, sənə məktub yazacağam, yerdən, göydən, dənizdən. Sevdiyim nələr varsa yazacağam ondan mən, xəyallarda baş alıb, gedən ümidlərimdən. Amma yazmayacağam mən, sənə olan sevgimdən. Sənə məktub yazacağam, sənə məktub yazacağam. Ya bugün, ya da sabah, əsas odur yazacağam. Amma oxu sən Allah, yazacağam çox sadə, bəlkə də 3-5 cümlə. Yağışın yağmasından, günəşin doğmasından, küləyin əsməsindən, nə bilim daha nədən, yazılası çox şey var. Amma yazmayacağam mən sənə olan sevgimdən, amma yazmayacağam mən. Mənim əzizlərim, çox təşəkkür zəhməti keçən hər kəsə çox təşəkkürlərimi bildirirəm. Çox sağ olun, əziz insanlarsınız, doğma insanlarsınız. Mənə bugün Qırğızıstanın Çingiz Aytmatov medalı verildi. Bunun üçün də təşəkkür eləyirəm. Yenə qardaş, dost Qırğız xalqlarına dəyərləndikləri üçün inşallah Allah qoysa yəqin ki bir gün orada da gedərik, orada da çıxışlarımız olar. Çox sağ olun, çox var olun. Hörmətli Hüseyin müəllim, hörmətli mənim əziz Özbək bacı qardaşlarım, çox sağ olun, çox var olun. Mən nə deyə bilərəm, gerçəkdən ürəyim qürur hissi ilə doldu. Allah xalqımızı, millətimizi, birliyimizi, diriliyimizi əbəd eləsin. Allah hər zaman bayraqlarımızı ucada eləsin. Yerin göyün sahibi olan Allah bir daha düşmənlərimizə fürsət verməsin. Yaşasın azadlığımız, yaşasın özgürlüyümüz, yaşasın Azərbaycan, yaşasın Özbəkistan qardaşlığı, dostluğu. Var olsun bizim bütün Türk dünyamız. Amin inşallah, amin. Assalamu aleykum. Biraz söz ustadlarından sonra danışmaq. Onun üçün qabağım vəziyyət mənə bir şey xatırladı. Elə bir ki, bu bizim neçə qardaş, Azərbaycandır, Özbəkistandır, digər Türkiyədir, digər Türk dilli millətlərdir. Bunlar ki, 7 qardaş, 8 qardaşırlar. Bunlar başqa yerlərdə yaşayırlar, başqa zaman içində yaşayırlar, böyük təsirlər qıraqdan vardı. İndi bunlar birləşiblər hamısı. Birləşiblər və bu sevinçlə dolu bir hadisədir. Burada olub bitən bir tarixdir. Tarixin bir hissəsidir, bir nöqtəsidir. Xuraman xanım gəlib öz vətəninə, Özbəkistan Türklərin ortaya çıxdığı bir dövlətli bir məkandır. Onun üçün bu Türkiyəsi, o bir millətlər, Türk dilli millətlər hamısı bir-birinin özünə vətən sayılır. İndi gəlib burada bizim o birləşdiyimiz anda, bu birləşdirməni bir-birimizə anlatmaq, bizim birimizə 100 illərdir, 1000 illərdir bağlı olduğumuzu anlatan bir momentdir, bir vaxtdır. Onun özü də böyük bir tarixi baxımdan böyük bir şey vəzifədir. Birbirimizi yaxınlaşdırmaq, birbirimizi anlamaq böyük bir şeydir. Mən vallahi bunlardan artıq heç bir şey söyləməyə bilmirəm. Söyləyə bilərəm, amma gərək yazım. Ondan mən də gəlib bu ustadlar kimi danışım, şeir yazım. Bir neçə də böyle buralarda olsam, sizin yanınıza gəlsəm, mən də şeir yazacağım artıq. Bu çok sevindirici bir hadisedir. Bunu hamımız yadınızda saklayacağım. Ben sıramızı bağrıma basıram ve sizi yürekten kalpten sevdiğimi bir de teslim etmek istiyorum. Böyle bu kadar cemaat başına toplayıp diyebilirim ki bir sözle bu bizim rehberlerimizden iki halkın birbirine daha yakın olmasında büyük bir adım, Çok memnunum. Sağ olsunuz. Gururlandım ki Azerbaycan kızı yok, keçirəsiz, bizim kızımızsın. Bizim kızımızsın. Turan deb qo'yibdi buni. Turan birligi, Turan adabiyoti, Turan san'ati, Turan do'stligi, Turan jamiyati. Bu yerda bizning to'namizimizning davomchisi aynan qizimiz nomini qarang, kitobning nomini qarang. Shuning uchun men yoshlarimiz
bugün birleşeylik. Turan yaşasın. Azerbaycan, Özbekistan dostluğu. Ben sizi severim. Çok severim.